nə qədər günahlar etsən, nə qədər asiliklər etsən, nə qədər sənə gecə-gündüz nemətlər verən Rəbbivə qarşı günahlarla üsyankarlıq eləsən, imanın azalacaq, hətta ola bilsin iman səndən tam götürülə bilər və sən kafir ola bilərsən. Vallahi belədir, əziz qardaş. Necə sələfi şeyxlərdən Sufyan Əs-Səvri rahiməhullah deyir ki, iman azalır, 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 hətta la yabqa minhu şey'un. Hətta ondan heç bir şey qalmır. İmandan zərrə qədər heç nə qalmır. İnsan dindən çıxa bilər, kafir ola bilər. Və təsəvvür elə, mömin olandan sonra kafir olmaq, mömin olandan sonra fasik olmaq, abid olduqdan sonra asilik eləmək, imana gəldikdən sonra küfrə qayıtmaq, ələ zəlikə huvəl xusran, Allah təala deyir ki, əsl ziyan budur. Təsəvvür, məhv oldun. Əbədi Allah səni cəhənnəmə salar və sənə heç vaxt bağışlamaz.